Laqodexnin Qabal mahalında merin nümayəndəsi Ramiz Əmirov antikorrupsiya xidməti tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə saxlanılıb. İstintaqa görə o, tikinti icazələri və torpaq sahələrinin qanuniləşdirilməsi müqabilində rüşvət alıb. Əməliyyat xüsusi təyinatlı dəstənin iştirakı ilə keçirilib. Antikorrupsiya Agentliyi meşə təsərrüfatı və bələdiyyə strukturlarında əməliyyat tədbirləri keçirib, ümumilikdə 12 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Faktlar rüşvət alma, saxta sənəd hazırlanması, vəzifə səhlənkarlığı və ağacların qanunsuz kəsilməsi ilə bağlıdır. Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən Kütahisi şəhərində keçirilmiş xüsusi əməliyyat zamanı 2 xarici ölkə vətəndaşı saxlanılıb. Onlar 3 milyon dollar qarşılığında nüvə materialı, uran və radioaktiv maddə sezium 137-ni əldə etməyə cəhd göstərməkdə ittiham olunurlar. İstintaq versiyasına görə həmin maddələrin sonradan ölkədən çıxarılması planlaşdırılıb. Faktla bağlı araşdırma davam edir.